Salamlayıram. Önce buraya bir video koyacağım. Bir dinleyin. Sonra bunun üzerinde bir neçə söz diyeceğim mümkünsə. Təsəvvür edin, bir millət vəkilinin içkili halda pəncərədən qaçmasıyla başlayan ailə məişət qalmaqalı böyüyüb ali məhkəməyə qədər gedib çıxır və bizə etik məsuliyyətin hər şeydən vacib olduğunu sübut edir. Birinci, gəlin hər şeyi başladan o sözün əsl mənasında tragikomik qaçış səhnəsinə baxaq. Deməli, keçmiş deputat Əli Abbasov içkili vəziyyətdə tanıdığı bir qadının evinə girib ona əxlaqsız təklif edir. Qadının əri təfil evə gələndə isə inanmayacaqsınız. O, birbaşa pəncərədən tullanaraq qaçmağa çalışır. Amma ər onu yaxalayır və ardınca bıçaqla deputatın evinə hücum çəkir, hətta araya girən bir qohum da xəsarət alır. Sanki hansısa dramatik bir filmə baxırıq, elə deyilmi? Amma bu tamamilə realdır. İkinci məsələ isə buradakı qanun boşluğu və o gözlənilməz barışıqdır. Bilirsiniz, prokurorluq deputatın evə zorla girdiyini sübut edə bilmədiyi üçün heç bir cinayət işi aşılmır. Üstəlik, tərəflər qəribə şəkildə barışır. Şikayət geri çəkiləndə isə cənab Abbasov, əgər şikayət yoxdursa, problem də yoxdur deyib mandatını geri istəyir. Amma durub düşünək, doğrudanmı şikayətçi yoxdur deyə hər şey unudulmalıdır? Təbii ki, xeyr. Ortada cinayət işi olmaya bilər, bəs millət vəkilinin əxlaqi siması. Nəhayət, məsələ ali məhkəməyə çatanda verilən o sərt qərara gələk. Məhkəmə sabiq deputatın şikayətini birmənalı olaraq rədd etdi. Çünki mandatın ləğvi hansısa cinayət işinə görə yox, məhz Abbasovun etik qaydalarını kobud şəkildə pozmasına və deputat adına ləkə gətirməsinə görə idi. Yəni, qanundakı boşluqdan istifadə edib həbsdən qurtulmaq olar, amma ləkələnmiş reputasiya ilə ali məhkəməni inandırmaq qətiyyən mümkün deyil. Göründüyü kimi, cinayət işindən yaxanı qurtarmaq bəzən asan olsa da, etik davranışların pozulması və ictimai nüfuzun itirilməsi əsla cəzasız qalmır. Arkadaşlar gördünüz, gelen gedəni aradır deyirlər ya. Bu videonu izləyərkən 20 dəfə dedim ki, hardasan Vasif Talbov? Allah ölənlərinizə rəhmət eləsin. Ya adam idi ya, öz aramızdır. Naxçıvan, Azərbaycan bütün bölgələrin içərisində əxlaqı ilə, disiplini ilə, nə bilim, belə axmağın gəlib at oynada bilməyəcəyi bir yer idi. İndi Vasif Talbov gedib o deyir, atlar ölüb eşəklərin bayramı deyirlər ya, adam işdən çıxardandan sonra gələn Naxçıvanın yaşadıklarına baxın. Arkadaşlar, mən Vasif Talbovu iqtidarda olanda eleştirən qəzetçi olmuşam, amma bugün gəlin etiraf edək. Biz 30 il Sovet rejiminin içərisindən çıxar-çıxmaz azadıq deyib bütün dəyərlərimizi kaybetdik. Amma Vasif Talbov bunu 30 il Naxçıvanda qorudu. Və qaytarın ya, valla İlham Əliyevin yerinə mən olsam, özü deməyin ki, vurulmuşdu bu yaşdan sonra, Heydər Əliyev də vurulmuşdu, o yaşdan sonra gəldi, müstəqil Azərbaycan təməl nöqtəsini qoydu. Qaytarın bu adamı ora. Birini gətirdiniz, icra başçısı 2 aydan sonra getdi, nə gündə. İndi bu nə biabırçılıqdır, bu nə biabırçılıqdır ya. Naxçıvanda sıradan vətəndaş, bir vətəndaşın xanımına tərs baxa bilməzdi. İndi millət vəkili cəmaətin evinə girir. Bununla bağlı, ümumiyyətlə, mən Naxçıvanla bağlı sizə söz verirəm. Çox geniş bir araşdırma yapacağım. Çünki həm Türkiyədə yaşayan Naxçıvanlılar, həm orada oxuyan Türkiyəli öğrencilərlə danışanda adamlar mənə elə şeylər anladırlar ki, şok oluram. Valla mən İlham Əliyevin yerində olsam heç düşünmədən bu adamı yenidən qaytararam oraya. Qaytar adamı oraya gəlsin, bunların hamısının önündə dursun, aslanlar kimi bunların hamısının ipini çəkmişdi. Bu nə biabırçılıqdır, bu nə rəzalətdir. Valla deyirəm də videoya baxanda 50 dəfə dedim ki, Vasif Talbov, Allah sənin atana rəhmət eləsin. Ya sən kişi adamıymışsan. Aslanlar kimi o Naxçıvanda, bu əxlaqsızlardan o Naxçıvanı qorudun. Ya bir dənə qadına, bir qıza bir söz deyilmirdi ya. Ya hər şey o qədər dörtlük yerində. Çünki adam insanların psikolojisini bilirdi. 70 il baskıda yaşayan bir toplumu açıb bıraxarsan, belə millət vəkili gələr, girər cəmaətin evinə. Ayıbdır, vallah rəzalətdir. Bu konuda çox geniş bir video hazırlayacağım, amma istədim ki, bunu biləsiniz və nə qədər hayasız olasan ki, sən bir de deyəsən ki, mandatımı geri verin ya. Verin, daha rahat başqalarının evinə girim. Sən millət vəkili haqqı sənə cəmaətin evinə, qarısına söz demək üçün verilməmişdi. Ayıbdır. Elə bunlar, bax, işte daha beter şeyler var ha Naxçıvanda. Arkadaşlar, elə dəhşətli şeyler var ki, mən sizə söz verirəm. Bu konuların hamısını araşdıracağım. Çünki mənə o qədər insanlar bundan bağlı, tək bundan yox ya, Naxçıvandakı rəhbər, yeni rəhbər, onun təyin etdiyi rəhbərlərlə bağlı elə şeylər anladılar. İnsanın tüyləri dikkən olur. Heç olmasa Azərbaycanın bir bölgəsini qoruyub saxlamışdılar. Bıraxın, heç olmasa yerində dursun ya. Valla.